Mən elə şeyin əleyhinəm. Ondan sonra mən razılaşmadım. Yəni Vasil mən dedim ki, Vasil mən istəmirəm. Afət Rahil qızı sonra gəldi mənlə çəkiliş elədi. Hansı kanalda? ARB. ARB kanalı. ARB-də kim? Afət Rahil qızı. Afət. Bəli, gəldi çəkiliş elədi, qarşı tərəfə getdi, çəkdi, yəni mənim anam da çəkdi, qaynanamı da çəkdi, dəfələrlə getdilər, gəldilər, Kəmalə xanım özü də getdi, sağ olsun, yəni mənim sözümü yerə salmadı, amma veriliş efirə verilmədi, çünki bilmirəm, orada baldızım mənim hədəliyib ki, veriliş efirə getsə, özümü belə asacam, mənim dediklərim yalan, çoxsu yalandır. Sonra qucağımda körpə uşaqla, yaş yarımlı uşaqla Zaur müəllimin verilişinə getdim. ATV-də, bəli. Zaur Baxşəliyevin verilişinə getdim, özü ilə şəxsən üz-üzə danışdım, dedim mənim başıma belə bir iş gəlib. Mənim faciəmi o elə də bir problemli bir necədir, mövzu adlandırmadı, hətta belə bir söz işlətdi ki,